bir qələm var. Hansı ki yazır, onu aldatmaq olmur. O qələm hansı ki yazır, o yanılmır. Qafil deyil. Bəli, bacararsan insanları aldatmağı, lakin o yazan qələmi aldada bilməzsən. O yazan qələmi tutan mələyin yazısından yan keçə bilməzsən. Ona görə də əzəmətli bir bəladır ki, insan zənn etsin ki, qadirdir məxluqatı aldatmağa, xəlqi aldatmağa. Lakin unudur ki, Xaliqin nəzarətində yaşayır. Bəli, bacararsan istədiyini insanlara göstərməyə, bacararsan qəzəbli halda təbəssüm etməyə, gülməyə, bacararsan xəstə qəlblə təqvalı görünməyə, bacararsan dünyanı qəsd etdiyin halda hikmətlə danışmağı, bacararsan İslahdan uzaq ola zahidlik, salih libası geyinməyi, lakin Allah, vallahi Allahı aldada bilməzsən. Yuxadi'un Allaha və huvə xadi'uhum. Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Və in təcər bil qavl fə innəhu ya'ləmus sirrə vəl-əxfə. Sən ucadan danışsan da, yəni danışmasan da fərq etmir. Çünki Allah sirri də bundan daha gizli olanı da bilir. Bilir Allah Teala nə gizlətmirsən və gizlətdiyindən də gizli olanı bilir. Qəlbinin daxilini bilir, nəfsində dolaşanı bilir, hətta ağlıva gəlməyib gələcək olanı bilir. Və dünya sadəcə bir məkandır. Onda bəzənə bilərsən. İnsanlar üçün onların gözlərində nəyisə bəzədə bilərsən. Lakin ahirətdə bütün sirlər aşkara çıxacaq. İnsanlar əməllərini görür. Lakin Allah Teala niyyətini görür, bilir. İnsanlar ibadətinin zahirinə baxır. Lakin Allah Teala qəlbinə nəzər edir. Qəlbinin dərinliklərinə baxır. İnsanlar libasını, bəzənməyini, zinətli görür. Lakin Allah Teala qorxuvu, ümidini, sadiqliyi, səmimiliyi görür.